Salam uşaqlar. Deməli 7-si may ayı 2017-ci il 4-cü qrup qəbul imtahanının izahlarına baxaq. Metanın su ilə konversiyası CO plus hidrogen, CO-dan alınır deməli kalium hidroksidlə HCO kalium, qarışqa turşusun kalium duzu. Onun da sulfatla reaksiyasına kalium HSO4 deməli qarışqa turşusu. Yenidən qarışqa turşusu X3 oldu qarışqa turşusu. Qarışqa turşusunda mis 2 hidroksin oksidləşməsindən bilir ki, alınır karbon qazı, mis 1 oksid və deməli su. Karbon qazı 26-da düzgün cavab C variantı. 27-ci sual amonyakın hansı maddələrin reaksiyasına alına birləşmədə donor akseptor mexanizmi yararlanan kovalent reaktör yoxdur. Gəlin baxaq. Uşaqlar, birbaşa yazıram. Amonyak H-xlorla verir NH4 xlor. Ammonium iyonlu donor akseptor rabitə var. 1 getdi, 1 getdi. Dəmir 3O4 ilə deməli amonyakın reaksiyasından dəmir N2 bir də üzərinə gəlsin su. Burada deməli donor akseptor mexanizmi yararlanan kovalent rabitə yoxdur. O cümlədən mis oksid 2 oksidlə olanda mis üzərinə gəlsin N2 üzərinə gəlinsin su. 2 3 4-ə baxaq. Amonyakın karbon qazı və amonyakın sulfat turşusuna reaksiyası. Deməli biz bilirik ki, amonyakın 2 mol amonyakın üzərinə karbon qazı gəldikdə alınır CO NH2 2 dəfə. Uşaqlar, bu nədir? Gübrə. Üzərinə gəlsin su. Karbamid gübrəsidir da. Deməli 4-də də. Burada da donor akseptor rabitəsi olmayacaq. 2 3 4. Sulfat turşusundan amonium sulfat alınır. Orada da amonium iyonu olduğuna görə donor akseptor rabitə var. 28-ci sual. Bu suala baxaq. Məhlul var, əlində 150 qram məhlul, A faizli. Yazıram 150 vurulsun A bölünsün 100. Eləyəcək uşaqlar 1,5 A. Yəni mənim məhlulum özü 150 qramdır. Burada 1,5 A qram həll olan var. Deyir ki, bura 150 qram su, biz bilirik su ancaq hərə əlavə olmuş uşaqlar məxrəcə vurulsun 100. Bu zaman olur omega 1. Burada olacaq 1, burada eləyəcək 3, bu eləyəcək 0,5 A. Yəni biz omega 1 tapsaq, omega 1 bərabərdir 0,5-i necə yazaq? 2-də 1 A şəklində yaza bilərik. 2-də 1 A ya cavabım B-dir, ya cavabım D-dir, ya cavabım Y-dir. Ona görə birbaşa gəlin axırıncıya baxaq. Məsələn, 300 qram C faizli. 300-ü vurdum C-yə, böldüm 100-ə. Nə eləyəcək? 3C. Yəni mənim bu 300 məhlulumda 3C qram həll olan maddə var. Buraya su əlavə eləsəm, üzərinə gəlsin su vurulsun 100% bərabərdir omega 3-ə. Bu eləyəcək 450 məxrəc. 450-yi də nə yazaq? 3 vur 15 vur 10 yazsaq, 10 ilə 10 gedər, 3 3-ə 1 gedər. Yəni buradan C bölünsün, deməli 15 bərabərdir omega 3-ə. Nəysə səhv yazdıq deyəsən. Deməli bir də baxım. Gözləyin görək. Deməli 300 qram C faizli məhlul. Bunlar gedər 3C. Yəni bu 300 məhlulda 3C qədər həll olan maddə var. Bura 150 qram su əlavə eləyib, vurduq 100-ə, elədi bir omega 3. Buradan omega 3 bərabərdir. Deməli 3C vurulsun 100, bölünsün 450. 450 45 vuraq 10 yazaq. Bununla bu gedər. Hə, onu itirmişəm orada. Burada 1, burada 15, 5-ə 2, 5-ə 3. 3-də 2C. Sadə riyazi bir sualdır. 28-də cavab D variantı. Prosta biraz tələsirəm. Niyə? Çünki tamamda 9 tamamda dərsim var. İstəyirəm sualların hamısını izah edeyim. Uşaqlar, əlimizdə var propanal. Bilirik ki, aldehiddir. CH3, CH2, COH. Bir də əlimizdə var hər hansı bir keton. İkisi hər ikisi amol. Amol, qarşının kütləsi 13 qram. Gümüş peroksid. Bilirik ki, gümüş peroksidlə ancaq burada aldehid reaksiya daxil olacaq. Propanoldan elə bir propanaldan gümüş peroksid amonyak məhluluna reaksiya daxil oldu. Bilirik orada alındı karbon turşusu, yəni propion turşusu. Propion turşusu üzərinə gəlsin 2 molekul gümüş.
İndi gümüşü verib 0,2. 0,2-si deməli bunun A molundan yaranıbsa 1 molundan da 2. Buradan A bərabərdir 0,1. Yəni hər biri 0,1. Hər biri başlanğıcı 0,1 mol, 0,1 mol götürülüb. İndi qarşının kütləsi 13 qramdır və bizə propanalın da kütləsi verib. 0,1 vurulsun 58, üzərinə gəlinsin ketonun kütləsini bilmirəm. Keton bərabər nə qədər eləyir? 13-ə. Buradan keton bərabərdir. 13-dən 5,8-i çıxsam, 13-dən 5, 8, 7,2 və uşaqlar nəzərə alaq ki, bu ketonun 0,1 molunun kütləsidir. Əgər 0,1 mol ketonun kütləsi 7,2-dirsə, 1 mol ketona x. X bərabərdir 72. Ketonların ümumi formulu CnH2nO formulu bərabər 72-yə, 14-in üzərinə gəlsin 16 bərabərdir 72-yə, 14-in bərabərdir, deməli 72-dən 16 çıxanda 56-ya, n də bərabərdir 4-ə. Bizdən də soruşur ki, ketonda neçə karbon atomu var? Cavab deməli 4. Biraz tez izah elədim, özünüz yenidən baxarsınız izaha. Rahat bir sualdama. Sonra gəlir 30-cu suala baxaq. 30 da rahat bir sualdır. Bax uşaqlar, istənilən halda C4H-X-in də, CYH-12-nin də və oksigenlə yanma tənliklərini yazırıq. Bunu dünən dərsdə də izah elədim, amma yenə də danışaq. Karbon qazı su, karbon qazı üzərinə gəlsin su. Bax, karbonun 4-sə deməli, bura bir 4 düşür. Elə. Amma bizə verilir ki, ümumi karbon qazı 9-dur. Deməli, bura bir 5-dir. Əgər bu 5-dirsə, Y qalır, Y bərabərdir 5. Hidrogen 12-dir. Deməli, hidrogenə gəlir, düşür bura 6. Su ümumi 10-dur, deməli 4-ü buradadır. İndi, hidrogen burada nə qədərdir? 8, deməli, x də bərabərdir 8-ə. X 8, Y 5, sualın düzgün cavabı 30-da C variantı. 31-ci suala baxaq. Kükürt və oksigen üçün doğru olan nədir? Təbiətdə sərbəst şəkildə yayılmaz. Elə cavab A variantı. Niyə? Kükürt təbiətdə E8 kristallik kükürt, oksigen də təbiətdə sərbəst halda havanın tərkibində 29% qədər, yox 21% qədər təxminən oksigen var. Davam edir 32-dən. Turş mühitdə hidrojen, glükoza və fruktoza alınır. Bu saxarozadır. Saxaroza. Glükoza izomeridir. 3 asimetrik açıq halda karbon atomu var. Bu fruktozadır. Fruktoza. Gümüş güzgü verərək glikon turşusu əmələ gətirirsə, aydındır ki, bu glikozadır. Sonra deyir ki, mis 2 hidroksidən mis 1 oksiyə qədər reduksiya olunur. Saxaroz ilə fruktozaya aid deyil. Cavab glikoza. Yalnız Y. Cavab Y variantı. Nəzəri bir sualdır. Konspektdən də özünüz baxarsınız uşaqlar. Davam. 1 mol alüminium bu qədər. Yazırıq, alüminium üzərinə gəlsin xlor 2, alınır, alüminium xlor 3. Reaksiya yazdıqdan sonra hökmən əmsal, bura 3, bura 1, 2. İndi verib ki, 1 mol alüminium 1,5 xlor reaksiyası neçə mol? Bax uşaqlar, başlanğıcda alüminiuma verib 1 mol, xlora verib 1,5 mol. Reaksiyanın özünə görə bu 2-nin 3-ə sərf olunur. Əgər mən bunu, deməli, 2-nin 3-ə sərf olunur. Aha. Onsuz da hər tərəfi bir dənə fikir ver və bu zaman 2 mol da bundan alınır. Fikir ver, 2 dəfə azaldıb, 2 dəfə azaldıb, 2-ni də 2 dəfə azald, cavab 1 mol. Deməli ilə buradan 1 mol alüminium xlorid alınır. Sualın düzgün cavabı Y variantı. 34-cü suala baxırıq. Deməli, maddənin kristal qəfəsinin quruluşunu verilmiş fraqmentdən görə uyğunluğu müəyyən edin. Aha. Yoldaşlar, bu silisiumdur da, konspektimizdə də verilir. Bu silisiumdur. Silisium O2-nin quruluşunu nəzərdə tutur. X maddəsi silisiumdur. Biri 1-dir. Karbondur, səhvdir. Çətinəriyə maddədir. Bəli. Silisium O2. Uçucu maddə səhvdir. Bərk aqreqat halında. Cavab 1 ilə 3, 34-də B variantı. 35-ə baxaq. Düzdür, biraz tez izah edirəm. Dərsim var ona görə. Amma nəyi başa düşməsəz, yenə dərsdə soruşarsınız. Glisin üçün nə doğrudur? Uşaqla glisinin formulunu yazırıq. NH2SOOH. Karbon oksigenə olan nisbəti. Deməli, burada C2-dir, oksigen də O2-dir. 2 vurulsun 12 bölünsün, 2 vurulsun 16. 2-lər ixtisar gedər, 4-ə 3, 4-ə 4. 3-ün 4-ə nisbətdədir. Deməli, biri 1-dir. Molekulda 7
karbon atomlarının 7 hibrid orbitalı var. Baxaq. Bu sp3 hibridləşmə, bu sp2 hibridləşmə. Burada 4 hibrid orbitalı, burada 3 hibrid orbitalı, cəmi 7 doğrudur. Eten glikolla dipeptid əmələ gətirir, yanlış uşaqlar. Eten glikolla glisin dipeptid əmələ gətirə bilməz. Dipeptid, tripeptid, bunlar amin turşuların bir-biri ilə qarşılıqlı təsiri. Eten glikol amin turşu deyil axı. Eten glikol spirtdir. Ona görə 1 ilə 3 cavab D variantı. 36-cı sual. 3 metil buten 1. Metan, etan, propan, butan, buten 1. 3 metil deyir. Aha. 3 metil buten 1. sp3 hibrid orbitallarının bir-birini və sigmadan soruşur. Sp bu 2 qat rabitə varsa sp2, sp3, sp3, sp3. Bizdən nə soruşur? sp3 hibrid orbital, yəni sp3 vəziyyətdə olan karbonlar arası. Bir dənə fikir verək, biri bu, biri də bu. Cavab 2Y variantı. 37-ci sual. Guruldayıcı qaz uşaqlar 2 həcm hidrogen və 1 həcm oksigen, sintez qazı isə CO plus hidrogen. Hər ikisinin tərkibinə daxildir hidrogen. Cavab 37-də Y variantı. Hansı sırada yalnız bir atomlu spirtlər göstərilmişdir? A variantı deyil, 2 atomlu spirtdir. B variantı deyil, 2 atomlu spirtdir. Buradakı aldehiddir, getdi. Y variantına baxaq, aldehiddir, getdi. Qalır D variantı. Propil spirti, butil spirti, heksil spirti. Cavab 38-də D variantı. 39-a baxaq. Bu da topluda olan bir sualdır. Natrium metafosfat, natrium metafosfat HPO3, natrium PO3, natrium ortofosfat, natrium 3PO4, natrium pirofosfat. H4P2O7-dir də, natrium 4P2O7. Uşaqlar bizə verib ki, duzlarda fosforun oksidləşmə dərəcəsinin, uşaqlar istənilən halda fosforun oksidləşmə dərəcəsi, bunu ortofosfat dərsində izah eləmişim, istənilən halda müsbət 5-dir. Yəni, bu istiqamətdə duzun molekyar kütləsi artsa belə, oksidləşmə dərəcəsi dəyişmir və yaxud da özünüz hesablaya bilərsiniz. Məsələn, natrium PO3, oksigen həmişə mənfi ki, yəni əksər birləşməndə mənfi ki, bura x yazsaq, x bərabər müsbət 5. Bu digərlərinə də aiddir. Sualın düzgün cavabı 39-da D variantı. Görək ekran kaydı gedir, bəli gedir. 40-cı sual. Hansı sxem üzrə turş duz əmələ gəlir? Uşaqlar, turş duz əmələ gəlməsi üçün H sayı OH sayından böyük olmalıdır. A variantında 1H, 1OH normal duz. B variantında OH sayı çoxdur, əsasi duz. C variantında natrium 2SO4-ün üzərinə sulfat gəldir. Uşaqlar, natrium HSO4 turş duz əmələ gəlir. Konspektdə olan bir reaksiyada oxuyarsınız. D variantında fikir verir, kalium 2 SO4 plus H2 alınır. Kalium 2 SO4 də normal duzdur. Y variantı da ümumiyyətlə reaksiya getmir, çünki barium sulfat çöküntüdür. Dedik ki, duzla əsas o vaxt reaksiya girər ki, hər iki suda həll olsun, nəticədə çöküntü alsın. 40-da cavab C variantı. 41-ə baxaq. Hansı elektronların sayı, deməli, elektronların sayı eynidir, elə A variantı. Niyə uşaqlar? Birincidə neçə elektron var? Görürük ki, 2 müsbət, deməli 2 elektron verib. Bunun 18 elektronu var. Bunun da mənfi 1 isə deməli 1 elektron qəbul edib 18 elektron var. Və yaxud da qısa qayda olaraq yadınızda dedim, müsbətdirsə çıx, mənfidirsə topla. Cavab A variantı. Hansı sinif birləşmədə karbonun kütləsinin hidrogenin kütləsinə olan nisbəti 6-nın deməli 6-nın 1-ə kimdir? Uşaqlar yazırıq, bax, karbon, X, deməli, hidrogen, Y. Nə verir? Karbonun kütləsinin hidrogenin kütləsinə olan nisbəti. Bax, karbonun kütləsi nədir? Baxaq, deməli, 12X bölünsün hidrogen Y bərabərdir, deməli, nəyə? 6-nın 1-ə olan nisbətinə. Buradan bununla bu ixtisar gedər. Y bərabərdir 2X-a. Yəni, uşaqlar, hansız? İndi gəlib burada yerinə yazaq. CX, H2Y. Hansı sinif birləşmələrdə hidrogen sayı karbonun sayının 2 dəfə çoxdur? Ya sikloalkandır, ya da alken. İndi variantlarda bizə yəqin alkeni verib. Cavab 42-də eləyəcək A variantı. Çox rahat bir sualdır. Propilenin kalium permanganatın suda məhlul oksidləşməsindən alınan məhsul, deməli,
deməli spirt alınır da uşaqlar. Propilen deməli propilendirsə CH2 2 qat rabitə CH-CH3. Burada uşaqlar 2 qat rabitə qırılır. Elə bil 2 qat rabitə qırılır. Aha. 2 qat rabitə qırılır. CH2OH, CH2OH. Propandiol 1-2 alınır. Cavab B variantı olacaq. Reaksiyalara baxarsınız, konspektimizdə var. Natrium sulfidin suda hidrolizindən bilirik ki, natrium hidrosulfidi alınır. Cavabımız ya A-dır, ya B-dir. Burada natrium HS. Elektrolizinə gəlin baxaq. Deməli, natrium 2S-in suda məhlulun elektrolizinə baxsaq, katoda gedir hidrogenlə, deməli, hidrogenlə natrium, hidrogen ayrıldı. Üzərinə gəlsin. Anoda getdi kükürtlə OH. Biz bilirik ki, kükürt, yod, brom, xlor, OH isotop belə gedir də. Kükürt daha əvvəldə. Deməli, anodda alınır kükürt, yod nə idi? Anodda alındı kükürt, məhlulda isə qaldı natrium hidroksid. İndi baxaq, natrium OH verilib, hidrogen verilib. Natrium OH hidrogen deməli Y-də olur kükürt. 44-də cavab A variantı. 45-ci sual. Hansı reaksiya tənliyi doğrudur? Bir səhvdir. Niyə? Duzla əsas o vaxt reaksiya girər ki, hər iki suda həll olsun. Dəmir 2 hidroksid çöküntüdür. Deməli, 1 getdi. 2 doğrudur uşaqlar. Kalium OH bromla istər adi şəraitdə, istər qızdırılıqda getsin. Hər bir halda kalium brom alınır. Adi şəraitdə kalium brom O üzərinə gəlsin su. Qızdırılıqda isə kalium brom O3 üzərinə gəlsin su. Hər iki halda kalium brom alınır. Sualın düzgün cavabı Y variantı. 46-cı sual. 1 mol alkanın müəyyən bir hissəsinin yanmasına bu qədər oksigen sərf olunur. Uşaqlar, bax, tutaq ki, alkanı yandırdıq. Tutaq ki, lap düstur yadımızdan çıxıb. Nə edirsiniz? Bax, alkanı yandır, alınır karbon qazı, alınır su. Elə fikir ver, karbon N-dir. Deməli, N. Hidrogen 2N topla 2, deməli, N topla 1. Oksigenə bax, 2N burada, N plus 1 qədər də oksigen burada. 3N plus 1, amma burada 2 var. Deməli, 3N topla 1 bölünsün, 2 olur oksigen əmsalı. İndi uşaqlar, müəyyən bir hissəsinə 2 mol deyil oksigen sərf olunur. Bax, oksigen ümumilikdə nə qədər sərf olunur? 3N plus 1 topla 2 qədər sərf olunur. Amma deyir, müəyyən bir hissəsinə 2 mol oksigen sərf olunur. Deməli, müəyyən bir hissəsinə sərf olunan 2-ni çıxaram, yerdə qalanı ümumiyə sərf olunandır. Yerdə qalana sərf olunandır. Deməli, 2-də 3N topla 1 çıxılsın 4. O da bərabərdir 2-də 3N minus 3. Sualın düzgün cavabı 46-da eləyəcək. Deməli, A variantı. 47-ci sual. Polipropilen makromolekulunda. Uşaqlar, polipropilen deyirsə formulunu yazırıq. CH2, CH, aşağı bir CH3, N dəfə. Elə. Verib polipropilen makromolekulunda bu qədər SP3. Gəl baxaq. SP3, SP3, SP3. Uşaqlar, əgər mən N-in yerinə 1 desəm, bunun bir dənəsində nə qədər SP3 hibrid orbital var? 4 dəfə 3, 12. 12 SP3 hibrid orbital varsa, verib 24.000 hibrid orbital yazıram N. Buradan N bərabərdir. Neçə eləyir? Deməli, 24, 2000. 2000 oldu. Amma uşaqlar, bizdə makromolekul nisbi atom kütləsi var. İndi yazırıq, bu makromolekul nə qədər elədi? C3H6-dır. Bir dənəsinin kütləsi 12, 3-ə vurun 36, 42-dirsə, 2000 dənəsinin kütləsi nə qədər eləyəcək? X bərabərdir 84, arxasında 3 dənə 0. Bütün bu məsələlərin hamısını, polimerlərə aid hamısını izah eləmişəm. Video linklər sizdə var, daxil olun, baxın. 48-ci suala baxaq. Baxaq uşaqlar. Bax, deyir ki, sadəcə veriləni yazaq. Bax, X3N2. Deyir, bunun 10 qramında 3,1 vurulsun 10 üstü 23 sayda atom var. Yoldaşlar, bunun öz kütləsinə bir T qram desək, bunun T qramında bəs nə qədər atom var? 3'ü burada 5 vurulsun 6,2 vurulsun 10 üstü 23 sayda atom. Buradan bunlar gedər. Bu eləyəcək 30,01. Elə bu bundan 10 dəfə çoxdur. Burada deməli 10 dəfə mi çoxdur? Neçə dəfə çoxdur? Deməli, hətta 10 dəfə çoxdur. Onda burada qalar 1, burada qalar 10. Onda T bərabərdir eləyəcək 100.
T-də biz nəyə demişdik? Bunun kütləsinə. Yəni 3x üzərinə gəlsin 2 vurulsun 14. 28 bərabərdir 100-ə. 3x bərabərdir 72-yə. X də bərabərdir. Bir dəfə. Yox, bizdən nəyi soruşur? Bir dəfə olmaz, 2 dəfə. 2 dəfə 6, 12, 24. Magnezium imiş. Magnezium 3N2. 49-cu sual. Yox, yaxşı bitirdik uşaqlar. 49-cu sual. XS maddəsinin kütləsi və yazıram XS. Bunun yanması verilib O2. Alınıb bilir ki, bu 2 valentli də alınacaq XO üzərinə gəlsin SO2. Uşaqlar, yadınızdadır, bunların əmsallaşmasında 3-2 dedim, yazın düzələcək. 2-2, həqiqətən baxsaq, x2, x2, küçüldü 2, küçüldü 2, oksigen 6, oksigen 6, düzəldi. İndi reaksiya isti effektini bilmirik. Bura bir Q yazaq. Bizə verib ki, deməli, XS-in kütləsi, fikir ver, XS-in uşaqlar, yanma istiliyini verib bizə 200. XS-in yanması nəyə bərabərdir? Q yanma bərabər nəyə? Reaksiya isti effekti. Q bölünsün, yanan maddənin əmsalı 2-yə. Onda 200 bərabərdir, Q bölünsün 2. Onda reaksiya isti effektini tapdıq 400. Gətirib yerinə yazaq. Buradan Q-nü sildim. Buraya yazdım 400 kilojol. İndi verilənlərə baxaq. Verib ki, kütləsi bu qədər olan zaman, yəni 38,8 olan zaman yanmasından 80 kilojol. 80 kilojol istiliyi ayrılırsa, bunun öz kütləsinə bir x burada var deyə bir t deyirəm. T-sinə nə qədər alınır uşaqlar? 400. Buradan t bərabər birbaşa kalkulatorla hesablayaq. Neçəyə vuraq? 5-ə. Deməli, 38,8-i vururam 5-ə. Vurduq 5-ə. Dayan görüm. 38,8 deməli, uşaqlar, burada 2t, diqqətli olaq, deyirəm, nəyiz? 2 molla yanı baxı, tələsməyək. Onda 38,8 vurulsun 400 bölünsün 160 97. Aha, deməli, XS-in kütləsi bərabər 97-yə, kükürdün kütləsini bilirik 32. Burada verməyib, kəşf verərdi, yazaq. X plus 32 bərabərdir 97-yə. X-in kütləsi deməli 97-dən çıxanda 65-ə. İndi uşaqlar X 65-dir. Bunun neytronunu verib 35. Onda bu yazın protonuna nə qalır? 30. Qəşəng sualdır. Səmballı bir 4-cü qrup sualdır. Deməli protonu 30 olan element təbii ki bu sinkdir. Burada da verilib. Baxaq. Doğru deyil. 8B yarım qrupunda uşaqlar sink 2B yarım qrupunda yerləşir. 1B yarım qrupunda misdir, 2B yarım qrupunda sinkdir. Sıra nömrəsi 30-dur da. 3D10, 4S2. Əgər üstlər cəmi 12-dirsə, deməli bu düşdü 2B-yə. Elə biri 1-dir, bir yanlışdır. Bizdən yanlışları soruşur. Amfoter metaldır, bəli, sink amfoterdir, doğru. Qələvlə reaksiya daxil olmuş, səhvdir. Əgər amfoterdirsə, qələvi ilə reaksiya daxil olur. 2B-də yerləşir, doğru. Xlorit türküsünə reaksiya daxil olur, sink xloritlə reaksiya daxil olur, doğru. Duru sulfatla daxil olmur, yanlışdır. Duru sulfatla sink, duru sulfatla verir. Sink SO4 üzərinə gəlsin hidrogen. Passivlər duru sulfatla reaksiya daxil olmur. Bizdən yanlışı soruşduğuna görə 1-dir, 3-dür, 6-dır. Davam edir 50-ci sualla. Görək burada bizə nələri verib. Tarazlığa bir sualdır. Deməli, başlanğıc qatılığı, uşaqlar, bizə fikir verin bilən, başlanğıc qatılığı H-yoda 0 veribsə, deməli bu H-yodun alınmasını əks etdirir. H2 üzərinə gəlsin yod 2 alınır H-yod. Tarazlıq olduğuna görə belə yazaq, hökmən əmsallaşdıraq. İndi uşaqlar yazıram başlanğıc sərf olunan məhsul üçün alınan və tarazlıq. İndi baxaq. Tarazlıq qatlığı hidrogeni verib 0,2. Hidrogenə yazıram 0,2. Yoda yazıram bir Z. H-yoda yazıram 0,2. Uşaqlar, H-yod əgər 0,2-dirsə, burası nə olacaq qaydaya görə 0,2. İndi uşaqlar, gəlin özümüz işləyək. Bunun birindən 2 mol alınırsa 0,2, yəni molla getməyək. Lap molla qatlıqla gedə bilərik də, fərqi nədir?
Birindən 2 alınırsa 0.2-si 0.1-dən, 0.1-dən alınır. İndi uşaqlar, bu 0.2 isə deməli bunun başlanğıcı 0.3-dür. Biz buradan z-i tapa bilərik. Nəyə əsasən? Tarazlıq sabitinə əsasən. Tarazlıq sabiti k tarazlıq sabiti bərabərdir. H yodunun tarazlıq qatlığının kvadratı bölünsün. H2-nin tarazlıq qatlığı vurulsun yod 2-nin tarazlıq qatlığı ilə hesablaya bilərik. Tarazlıq qatlığını tarazlıq sabitini verib 0.5. 0.5 bərabərdir. H yod 0.2-nin kvadratı. Yəni 0.2 vursun 0.2. Hidrogen 0.2, yoda da bir Z verib. Z-i tapırıq. Buradan 0.2-lərin biri gedər. Z bərabərdir 0.2 bölünsün 0.5, o da eləyəcək 0.4. Deməli, uşaqlar, Z-i buradan tapdıq 0.4. Deməli, bu başlanğıcı 0.5 imiş. Aydındır ki, bunun başlanğıcı da 0-dır, yoxdur. Hidrogen başlanğıcı X, bunun başlanğıcı Y. Deməli, bu bərabərdir X-a, bu da bərabərdir Y-ə. Deməli, X 0.3. 1-ə getdi S, Y 0.5. 2-yə getdi Y. Z-i necə tapmışdıq? 0.4, o da eləyəcək D. Tarazlığa aid çox qəşəng bir sualdır. Növbəti izahı uşaqlar, bu qəbulun izahını, ikinci qəbuldur da bu. Bunun izahını dərsdən sonra çəkib yükləyəcəm.